Daima maraqlanırıq da, hansı rayonda nə qədər, yəni sayını bilməyə çalışırıq əhalinin. Məsəl üçün, rayonları müqayisə eləyirik, sənayesini, təsərrüfatını, elm adamlarını, alimlərini daima müqayisə edirik ki, filan rayonda daha çox alim var, elm adamı var, akademik var, oranın təsərrüfatı, oranın pomidoru, xiyarı, oranın havası, təbiəti xüsusidir. Yəni daima insanlara da biz müqayisə edirik ki, neçə milyon filan rayonda əhali yaşayır. Azərbaycanda ən çox əhalisi olan rayonların, yəni onluq olaraq adları belə siyahı tərtib olunub, orada göstərilib. Dövlət Statistika Komitəsi məlumatına görə ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10.266.627 nəfərə çatıb. 10 milyonu keçmişik. Bəli, ölkə əhalisinin 54% təbii ki, şəhər, 45% kənd sakinləri. Təbii ki, yanında 3 də var, 7 də var. 49% kişilər, 50,2% isə qadınlar təşkil edir. Yaxşı, bu qadınlar çoxdur, qızlar çoxdur. Niyə kişilərimiz, oğlanlarımız evlənməyə qızlar tapmır, qadın tapmır ki, bir normal ailə qursun? Amma həmişə də eşidirik ki, balans pozulur. Kişilər az, qadınlar çoxdur. Amma son illərdə bunu tibb də təsdiq edib ki, artıq qızlarımız oğlanlarımızla müqayisədə çox azdır, onların sayı azaldı. Rayonlar hansılardır? Təbii ki, istinad edirəm bizim media. Abşeron, yəni Azərbaycanda əhalисinin sayına görə ən böyük 10 rayonun adı təqdim edilib. Abşeron, Şəmkir, Cəlilabad, Lənkəran, Masallı, Ağdam, Sabirabad, Xaçmaz, Tovuz, Quba. Bəli, bu rayonların əhalisi digərlərindən daha çoxdur.